Kamran Əsədovdan xəbər var, yəqin ki, məlumatınız var idi. Bir neçə gün öncə deməli, bu şəxsə cinayət işinin açılması ilə bağlı bir material təqdim eləmişdik. Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun Gəncədə növbəti məhkəmə prosesi başlayıb. Hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesinə gələn təqsirləndirilən şəxslərdən Kamran Əsədov məhkəmənin girişində jurnalistlərin suallarını cavablandırmayıb. Proses biraz öncə başlayıb. Məlumat üçün qeyd edək ki, ittiham aktına görə Kamran Əsədov və Gündüz Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər. Belə ki, gizli kamera, səs ötürücü funksiyalı VIP smart telefon, nano qulaqlıq, MIFI cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib. Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər. Kamran Əsədovla Gündüz Abbasovun bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3 gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədi ilə əldə edilməsi və 308.1 vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur.